22 fevral 2026-cı ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Avrasiya Media şəbəkəsi tərəfindən hazırlanmış Adsız Qəhrəman sənədli filminin təqdimat mərasimi keçirildi. Məzahirlə çox böyük qürur duyuram. Çünki Məzahir fədakar bir qəhrəman qardaş olub. Fədakar, vətən üçün fədakar bir qəhrəman olub. Məzahirin qəhrəmanlıqlarından günlərlə danışsan bitməz. Adsız Qəhrəman filmi 1992-ci ilin 26 fevralında baş vermiş Xocalı soyqırımında qəhrəmancasına şəhid olmuş polis əməkdaşı Məzahir Yaquboğlu Əbilovun həyat və döyüş yolundan bəhs edir. Məzahir Əbilov 1992-ci ildə Xocalı soyqırımı günü şəhid olubdur. Döyüş yoldaşlarının verdiyi məlumata görə çox fədakar, qəhrəman bir döyüşçü olubdur. Xocalı soyqırımı gecəsi son ana qədər postu tərk eləməyən döyüşçülərimizdən biri olubdur. 27-sində də döyüşübdür. 27-si gecəsindən sonra ondan bağlı xəbər yoxdur. Düşünürəm ki, zaman keçdikcə bizim zəfər yürüyüşümüzün hər addımında fərqi yoxdur. Bu, istər 90-cı illər olsun, istərsə 2020-ci illər və nəticə etibarilə iştirak edən hər bir qəhrəmanın haqqında belə filmlər çəkiləcək və onlar Azərbaycanın tarixində əbədiyyətə qədər qalacaqlar. Bugün qəhrəmanlarımızdan birinə həsr olunan film izləyəcəyik. Amma fərq ondadır ki, biz artıq Qarabağ işğal altında ola-ola izləmirik. Biz bugün azad olunmuş Qarabağda film çəkmişik. Qəhrəmanımızın şəhid olduğu yerlər, coğrafiyalar göstərilibdir. Baxmayaraq ki, bu Məzahir Əbilova həsr olunmuş bir filmdir, amma filmin adı çox uğurlu seçilibdir. Adsız Qəhrəman. Çünki bizim o qədər adsız qəhrəmanlarımız var ki, mən hesab edirəm ki, bu film həm də onların həyat yoluna, onların qəhrəmanlıq yoluna işıq tutan bir filmdir. Bir qəhrəmanın yəqin ki, hər kəsə aydın olan bir şeydir ki, heç vaxt unudulmamalıdır. Bu Azərbaycanımızın itaat etdiyi Azərbaycanımızın şəhidinə olan hörmət və diqqətidir. Hər zamanda bizim şəhidlərimiz heç vaxt unudulası deyil. Çünki Azərbaycan xalqı öz xalqını, öz millətini sevən bir xalqdır və hər zamanda xalqını qoruyacaqdır. Adsız qəhrəmanlar qeyri-adi qəhrəmanlıqlar göstəribdir, könüllü gedibdir. Çox faciəli bir həyat yoludur. Sağ olsunlar, indi bu filmi arıya ərsəyə gətirənlər, Umud Rəhimoğlu, bizim Rey Kərimoğlu və mənə də müraciət elədilər. Bu filmin kadr arxası mətnini mən oxumuşum. Əlbəttə ki, mənim üçün də böyük bir şərəfdir. Az da olsa, yəni bizim qəhrəmanımızın yaradıcılığına həsr olunmuş, onun qəhrəmanlığına həsr olunmuş bu filmdə mənim də iştirakım var. Çox təşəkkür edirəm bunu çəkənlərə. Çox sağ olsunlar, var olsunlar. Məzahir çox qəhrəman oğlan olub, çox qəhrəmanlıqlar edib, ona da dəyər veriblər. Allah hamısının canını sağ eləsin, yaxşı olsunlar ki, belə şəhidə dəyər veriblər. Bu filmi çəkən Rey Kərimoğlu'na da, Raman müəllimə də çox təşəkkür edirəm ki, bu filmi ərsəyə gətiriblər. Bizim tanımadığımız igidlərimizi bizə tanıdırlar. Ana kimi mən onlara minnətdaram ki, bax bu günlərin belə gözəl iş görürlər. Var olsunlar. Sizin kimi balaları var olsun, cavanlarımızı var olsun. Allah cavanlarımıza ömür versin, can sağlığı versin. Büyündən sonra onların üzü müharibə görməsin. Belə şəxslərin, belə qəhrəmanların tanıdılması, bunlara hörmət göstərilməsi, sayğı göstərilməsi çox önəmlidir. Bizim üçün, Azərbaycan üçün, gələcəyimiz üçün. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı və təbii ki, bu belə deyək, tədbiri dərsəyə gətirən hər kəsə də öz adımdan təşəkkür edirəm. Mən çox sevinirəm ona görə ki, Adsız Qəhrəman filminin ərsəyə gəlməsində iştirak eləmişəm. Mən və bütün komandamıza təşəkkür edirəm və düşünürəm ki, uğurlu işə alınıb. Məzahir Əbilov ölkənin ən çətin dönəmlərində göstərdiyi qəhrəmanlıq danılmazdır. Bu filmin ərsəyə gəlməsində rolu olan hər kəsə təşəkkürümü bildirirəm. Ümumiyyətlə, Avrasiya Beynəlxalq Mətbuat Fondu çox mühüm layihələrə imza atır və mən bir daha yaradıcı heyətə təşəkkürümü bildirirəm və inanıram ki, bu filmlərin çox böyük təsiri olacaq və eyni zamanda bu filmlərin davamlı olacaq və biz növbəti filmlərin çəkildiyinin şahidi olacaq inşallah.
Məzahir Əbilov yüzlərlə, minlərlə qəhrəmanlardan biridir. Və mənim heç şübhəm yoxdur ki, vaxt olacaq onun qəhrəmanlığı haqqında hələ filmlər çəkiləcək, bədii filmlər çəkiləcək, kitablar yazılacaq, pyeslər qoyulacaq səhnəyə, dillər əzbər olacaq. Buna mənim şübhəm yoxdur. Çünki onun qəhrəmanlığı getdiyi kifayət qədər buna layiqdir, belə əsərlərin yaranmasına layiqdir. Çox sağ olsunlar filmin yaradıcı heyəti. Mən onlara dərin təşəkkürümü bildirirəm ki, onlar belə bir film çəkiblər və tamaşaçıları yığıblar. Filmin rejissoru Roman Yaşar'dı, tanınmış rejissor. Senaryo müəllifi mənəm. Film Beynəlxalq Avrasiya Mətbuat Fondunun Avrasiya Media Şəbəkəsi tərəfindən hazırlanıbdır. İndi isə filmin baxışına sizi təqdim edirik. Sağ olun. O uşaqlıqdan hərb sənətinə meyilli olub. Olduqca vətənpərvər bir insan olan Məzahir, hərbi xidmətdə olanda ermənilərin Qarabağda başlayan torpaq iddialarından, təxribatlarından çox narahat idi. Vətəndən uzaqda olsa da, Qarabağda baş verənlərlə bağlı qəhrəmanımız evə yazdığı məktublarda da narahatlığını gizlədə bilmirdi. ATV-nin müharibə adamı verilişi var. Birisi çox populyar verilişdir. Saadət Məmmədovanın rəhbərliyi ilə hazırlanır. Ötən il orada Qaraqaya verilişi getdi, bir neçə hissə. Burada verdik o kadrları. 2 nəfər deyirik, 1 nəfər dinc əhalinə çıxardırdı, sonra iştiyadı Məzahirdir. O kadrları Saadət xanımdan almışıq, digərlərini özümüz çəkmişik. Yəni, biz o ATV-nin müharibə adamı verilişindən yola çıxaraq bu qəhrəman haqqında bəli, Ağdam və mən. Saadət xanım burada, alqışlayan Saadət xanım. Mən bu filmi hazırlayarkən, əslində burada bu tədbiri burada aparıcısı çox başqa adamlar ola bilərdi. Və son anda belə qərarlaşdı rəhbərlik ki, şəhid haqqında ən məlumatı sən çox bilirsən, sən danış. Burada bizim Azad Şükürov əyləşibdir, əməkdar aktyorumuz, əməkdar artistimiz, digər insanlar var. Bilirsiniz, elə böyük imkan yoxdur ki, aktyor oyunu ilə bunu tamamlayaq biz. Ona görə də filmin əvvəlində, sonunda o ananın həsrətini verdik və sonda o 30 ildir haray çəkən ana sonda balasına qovuşur. Bunu obrazlı şəkildə gücümüz buna çatdı, bunu verdik. O səhnəni səsləndirən, ana obrazını səsləndirən bizim dəyərli aktrisamız Səidə Quliyeva, xalq artisti Azərbaycan burada əyləşibdir. Və Səməd Hətəmov, şəhidimizin orada Buradayam anacan deyən Səməd Hətəmovdur, sağ olsun. Onu da alqışlayalım. Ümumiyyətcə, belə filmlər çəkilməlidir, çəkiləcəkdir. Amma nə mən belə deyək də dahi bir senaristəm, nə digər o işçilərimiz gücü çatan qədər də əlimizdən gücümüz nəyə yetirir, elədik onu. Burada nə qüsurlar varsa üzürlü sayasınız. Bizim bu film hazırlanıb, təqdimat hazırlanarkən, təqdimatı planlaşdırarkən Daxili İşlər Nazirliyinə Umut müəllimin adından məktub yazıldı. Çox sağ olsun, Daxili İşlər Naziri, General Polkovnik Vilayət Eyvazov və dərhal reaksiya verdi. Elşad Hacıyev, İctimaiyyət Əlaqələr Şöbəsinin müdiri telefon açdı, danışdıq. Dəfələrlə, son ana qədər ki, yəni biz nə edə bilərik? Biz dedik, heç nə iştirak edin. Bugün burada iştirak edirlər. Polis
Daxili İşlər Nazirinin əməkdaşları, Polis Akademiyasının kursantları, o cümlədən daxili qoşunların, o cümlədən Müdafiə Nazirliyinin ekibi, Müdafiə Nazirliyinin kursantları və xidmətdə olanları buradadılar. Gəlin, hər birini salamlayağın, alqışlayağın. Bu günləri bu tədbirdə bizim Azərbaycanın əfsanəvi milli qəhrəmanları, elə hamısı əfsanəvidir milli qəhrəmanlarımız, amma tanıdığınız milli qəhrəmanlarımız Şirin Mirzəyevin, mənim komandirim olmuş Şirin Mirzəyevin həyat yoldaşı və qızı burada iştirak edir. Onları alqışlayalım. Mənim fikrimcə və çoxlarının fikrincə 44 günlük müharibənin başlanma səbəblərindən biri həqiqətən qəlbimizdə böyük yer tutmuş General Polad Həşimov şəhid oldu, milli qəhrəmanımız. Onun xanımı və balası burada iştirak edir. Onları salamlayalım. Aprel döyüşlərinin iştirakçıları burada iştirak edir. Aprel döyüşləri deyəndə yada düşən 4-5 addan biri Raquf Oruzovdur, ruhu şad olsun. Onun ailə üzvləri burada iştirak edir. Burada bizim qazilərimiz, şəhid ailələrimiz iştirak edir. Mən onlara xüsusi təşəkkür edirəm, Hikmət müəllim başda olmaqla. Azərbaycanın Amputant Futbol Klubunun kollektivi, komandası burada iştirak edir. Elnur müəllim başda olmaqla. Onları salamlayırıq. Qarabağ Qaziləri İctimai Birliyinin sədri, rəhbərliyi, Ağdam Birliyinin, Ağdama Qayıdış Birliyinin, Saybalı, Muğanlı, Şıxbabalı, Avdal Gülahlı cəmaatının nümayəndələri burada iştirak edir. Onları da salamlayağım. Burada bizim keçmiş döyüşçülər, yəni Müdafiə Nazirliyinin həm müxtəlif o qoşun növlərində iştirak edən qardaşlarımız iştirak edir. Hamısını salamlayırıq. İndi isə sözü mən millət vəkillərimizi salamladım. Gəlin onları bir də salamlayağım. Bu istirahət günündə gəlib burada iştirak edirlər. Deməli, bu film çəkiləndə Xocalıda bir də gördüm ki, bir nəfər yaxınlaşdı ailəsi ilə. Çayın qırağında, Xocalı çayın qırağında oturmuşduq, çörək yeyirdik, çəkiliş edir. Gördüm bizim Hikmət Babaoğlu, bugün buradadır o da. Hikmət müəllim başda olmaqla, burada indi uzaqdan gözün görmür. Bəxtiyar müəllimdir, Vüqar müəllimdir, Ceyhun müəllimdir, Vüqar İskəndərovdur. Ondan sonra Elçin müəllimdir, Mirzəbəyli. Kim qaldı? Bütün deputatlarımızı salamlayırıq. Samir müəllimdir. Aydın müəllim gəlibdir, buradadır Aydın müəllim. Onu da salamlayırıq, eybi yox. İndi isə sözü veririk Daxili İşlər Nazirliyinin Polis Akademiyasından nümayəndə Polkovnik Mehman Həsənova. Buyurun Mehman müəllim. Hörmətli tədbir iştirakçıları, ilk öncə mən polis əməkdaşları adından film yaradıcılarına öz təşəkkürümü və minnətdarımı bildirirəm. Filmin senari müəllifi ilk açılışda dedi, mən bilmirəm mən nə cür başlayayım. Xoş gəlmisiniz deyək, xoş görüşdüyümü deyək. Amma mən deyərdim ki, elə tədbirimizi bu cür başlayaq. Mazahir Əbilov, xoş görüşdük. Mazahir Əbilovlar, xoş gəlmisiniz deyək. Bu tədbirdə şəhid anaları, şəhid doğmaları əyləşib. Bu tədbirdə mənim həmkarlarım və Qarabağ döyüşün iştirakçıları, eyni zamanda qazilərimiz əyləşib. Şəhidlərimizin doğmaları qarşısında baş əyir və xoş görüş deyirəm. Şəhidlərimizin ruhu şad olsun, qazilərimizi Allahdan şəfaat edirik. Həqiqətən bu filmlə
Azərbaycan polisinin bir qanun keşikçisi olmakla yanaşı, cəmiyyətdə, vətənimizdə Azərbaycan polisi də övlad olmasını bir daha cəmiyyətimizə çatırdı. Biz həmin illərdə laqeyd qala bilməzdik. 91-ci illərin öncədə hələ müstəqilliyimizin bərpasının ilk günlərindən artıq Ermənistan torpaq iddiasında olmuş və Qarabağ torpağımızı işğal etmişdi. Lakin Ulu Öndərimizin qayıtışı sayəsində bütün dünyaya bəyan etdi ki, Ermənistan işğalçı bir dövlətdir. Bu torpaq Azərbaycan qədimi torpaqlardır. Bu siyasətlə Ulu Öndərimiz bütün dünya bəyan etmiş oldu. Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi qəbul olmuş olsa da belə, lakin icra olunmamış qaldı. Ali Baş Komandamızın apardığı siyasət nəticəsində Ermənistanın hazırki baş naziri yalan vəd verməklə, hakimiyyətimi möhkəmlədim, mən torpaqları qaytararam deməklə gəlib şüyə çıxdı, sərsəm bəyanat verərək bildirdi ki, Qarabağ Ermənistandır nöqtə. Lakin Ali Baş Komandamız gecikmədən dərhal Qarabağ Azərbaycandır nida dedi və şükürlər olsun Allah'ına ki zamanında, anında əks-hücum əməliyyatı ilə bugün bu zalda əyləşənlərimizlə və eyni zamanda qəhrəman şəhidlərimizin sücaəti, cəsarəti nəticəsində o torpaqlar azad olundu. Və bunun sayəsində də Əbulov məzahirimizin ruhu şad olsun deyirik. Başımız həmişə dik tutmalıyıq şəhid anaları. Siz bizim həmişə qəlbimizdəsiz, ürəyimizdəsiz və biz siz analarla və eyni zamanda bugün Mazahir Əbulovun davamçıları olan kursantlarımızla sizinlə biz fəxr edirik. Bir daha film yaradıcılarına, polis əməkdaşları adına təşəkkürümüzü bildiririk. Sağ olun. Çox sağ olun. Çox sağ olun. Bugünkü tədbirimizdə bu yaxınlarda elə Ağdam və məndən söhbət düşmüşkən Mərzili haqqında 4 seriyalı Saadət xanımın verilişi getdi. O orada çıxış edən bir insan haqqında deyəcəm. Azərbaycanın ziyalıları deyəndə, Azərbaycanın aydınları deyəndə ilk göz önünə gələn iki isimdən biri Xudu Məmmədovdur. Ruhu şad olsun. Oğlu burada işləyir, iştirak edir. Toğrul müəllim. Salamlayırıq Toğrul müəllimi. Şahmar Rəhbərzadənin xanımı Mələk xala buradadır. Salamlayırıq onu. Bu filmdə ümumiyyətcə yeri gəlmişkən deyim ki, həm Səidə xanım, həm Səməd müəllim, həm Şəmslan müəllim bütün bu film boyu səsləndirmələri təmənnasız elədilər. Ümumiyyətcə onlar şəhid tədbirlərini təmənnasız eləyirlər. Oğulları və Şəmslan müəllim burada iştirak eləyir. Hamısını salamlayırıq, alqışlayarıq. Bizim elə bir tədbirimiz olmur ki, Qaçqın və Məcburi Köçkünlər üzrə, işi üzrə Dövlət Komitəsinin rəhbəri Rövşən müəllim orada olmasın. Şəhid adı, qazi adı gələndə dəvətimizi həmişə məmnuniyyətlə qəbul edib gəlibdir. Rövşən müəllim sizi xüsusi olaraq salamlayırıq. Var olun, var olun. Və uzaq yol gəlib, bugün bu tədbirimizə qatılmaq üçün dəyərli Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif müəllim buradadır. Onu salamlayırıq və ona söz veririk. Hörmətli tədbir iştirakçıları, hörmətli millət vəkilləri, hörmətli Qarabağ sevərlər. Bugünkü tədbir doğrudan da bizi çox uzaqlara qaytardı. Mən öz qələmini silaha çevirib, vaxtı ilə döyüş meydanında öz sözünü demiş, Rey Kərimoğlu və məclisdə iştirak edən bütün qazilərin hər birisinə xüsusi minnətdarlığımı bildirirəm. Rey Kərimoğlu indi isə öz silahını, döyüş meydanındakı silahını qələmlə dəyişib və bugünkü gündə Azərbaycan xalqının istəyini bu filmdə göstərdi. Həqiqətən də göstərdi ki, dövlətə, millətə xidmət etmək çox vacib işlərdən biridir. Və Cənab Prezidentin müharibə
başlanmışdan bugüne kimi hər bir insanın əməyi yerdə qalmayacaq sözünə səs verən Rey Kərimoğlu bugünkü gündə bu filmlə göstərdi ki, bəli, o qəhrəmanların heç birisinin göstərdiyi qəhrəmanlıq öz qiymətini alacaqdır. Sadəcə olaraq buna vaxt lazımdır və bu vaxtda da bugünkü gündə başlanğıc olaraq, mən deyərdim ki, bu elə başlanğıc filmlərdən biridir. Belə filmlər çox yaranacaqdır. Çünki Qarabağın hər bir daşının, hər bir torpağının, hər bir, necə deyimsə, səngərinin arxasında bir igid yatıb. Və o igidlər sizin hər birinizin bildiyiniz kimi günbəgün ölkə rəhbərinin xüsusi qayğısı nəticəsində tapılır, onların nəşləri torpağa tapşırılır, özləri öz canlarından əziz sevdiyi torpağa tapşırılır və bugünkü gündə insanlar da orada iştirak edirlər, onlar haqqında öz sözlərini deyirlər. Çoxlu qəhrəmanlarımızın əməyinə qiymət veriləcəkdir. Sözsüz ki, bütün bu işlərin hamısını, bu şəraiti bizə yaradan bizim Ali Baş Komandanımızdır. Bugünkü gündə Şuşa Fatihi Yaşar Hüseynov burada iştirak edir. Və biz çox sevinirik ki, Yaşar Hüseynov kimi qəhrəmanlar çoxdur. Və belə qəhrəmanların isə əməyini Rey Kərimoğlu, Ümid müəllim kimi və burada oturan çox sayılı yaradıcı insanlar öz qələmləri ilə yəqin ki, vəsf edəcəklər. Sözsüz ki, bütün bu işlərin hamısının içərisində, hamısına rəhbərlik edən Azərbaycan xalqının milli mənəviyyatını özünə qaytaran Ali Baş Komandan yaşasın! Yaşasın! Sağ olun. Çox sağ olun. Mən bayaqları milli qəhrəmanları təqdim edəndə düşündüm ki, Yaşar qardaşımızı ayrıca təqdim eləyərik. Çünki Yaşar qardaşımız Vətən müharibəsi qəhrəmanıdır və Şuşaya rəsmən bayraq taxan qəhrəmanımızdır. Gəlin onu bir dalıq işləyək. Qoymur dursun ayağa. Eşq olsun, Yaşar. Bugünkü tədbirimizdə eyni zamanda Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Avrasiya Media Şəbəkəsinin rəhbəri, yəni bu filmin ərsəyə gəlməsi üçün o production rəhbəri bizim dəyərli Umut müəllim iştirak edir. Sözü Umut müəllimə veririk. Buyurun Umut müəllim. Axşamınız xeyir. Əziz dostlar, hörmətli tədbir iştirakçıları. Rey Kərimoğlu ilə biz uzun illərdir bir səngərdəyik. Bugün fevralın 22-sidir. Bir neçə gün sonra bizim Xocalı faciəmizin 34-cü il dönümü olacaq. Bizim xalqımızın bu son 40 ildə çox böyük müsibətləri oldu, acıları oldu. Xocalı faciəsi ilə bərabər biz Bağanı Sayrımda, Qaradağlıda, Cəmillidə neçə Xocalımız oldu. Xocalı hadisələrini yaşadıq biz. Statistikanı saymaq, vərəqləmək istəmirəm, amma bizim elə 1-ci Qarabağ müharibəsində aşağı yuxarı 30 min insanımız müharibənin qurbanı oldu. 4 min itkilimiz oldu bizim, 4 mindən yuxarı. Onların hər birisinin bir qəhrəmanlıq səlnaməsi var, bir qəhrəmanlıq hekayəsi var. Mən bura gələrkən dostlarımızdan biri soruşdu ki, bu bədii filmdir.
Bu əslində bu filmin necə bir film olmasını artıq sizin reaksiyanızdan görmək olar. Mahiyyət odur ki, biz bu filmdə çalışan komanda Rey Kərimoğlu başda olmaqla o istədiyinə nail oldular. Yəni, cəmiyyətə biz mesajı verə bildik. 2008-ci ildə ölkəmizdə Xocalıya ədalət kampaniyası başladı, bilirsiniz. Bu kampaniyadan sonra çox saylı bizim ölkəmizlə bağlı, başımıza gələn faciələrlə bağlı tədbirlər keçirildi, təqdimatlar oldu, filmlər çəkildi. Rey, biz sizlə ötən gün bu filmlə bağlı sonuncu müzakirələrimizi elədik. Bu bizim birinci işimiz də deyil, amma görəcəyimiz çoxlu işlər var. Biraz Rövşən müəllim soruşur ki, belə filmlərin çəkilməsi üçün nə lazımdır? Nə qədər vəsait lazımdır? Bu filmlərin çəkilməsi üçün ürək lazımdır. İstəməyimiz lazımdır. Vəsait də gəlir, tapılır. Adamlar bir yerə yığılanda hər şey olur. Mənə o qədər ləzzət eləyir. Mən istəyirəm bizim o gələcəyin zabitləri, bizim Milli Ordunun, yoxsa Polis Akademiyasının tələbələrini mən orada görürəm, ayaq üstə seyr etdilər. Gəlin alqışlayan onları. Var olasınız. Bizim ümumiyyətlə hüquq mühafizə orqanlarıdır, Müdafiə Nazirliyidir. Hər birinizə təşəkkür edirəm. Bax, belə həmrəy olanda biz həm də elə qalib oluruq. Bizim torpağımızın birləşməsi, bütövləşməsində bizim elə həmrəyliyimiz əsas sözünü dedi. Bəli, Ali Baş Komandamız, Müzəffər Ordumuz, şəhidlərimizin qanı bahasına biz əldə etdik bunların hamısını. Mən hər birinizə həmrəylik nümayiş etdirdiyinizə görə təşəkkür edirəm. Çəkiliş komandasına da başda olmaqla sənə təşəkkürümü bildirirəm. Var olasınız, sağ olun. Çox sağ olun, çox sağ olun Umut müəllim. Biz filmin təqdimatına hazırlaşarkən Müdafiə Nazirliyinə də şəhidin ailəsi müraciət eləmişdi. Çox sağ olsunlar. Cənab Müdafiə Nazirimiz, General-Polkovnik Zakir Həsənov, yəni müsbət reaksiya verdilər və Müdafiə Nazirliyində komandası burada iştirak edir. Bir şey deyim ki, biz bu son zaman ümumiyyətlə də müxtəlif fikirlər olur, danışıqlar olur. O vaxt milis həm də o könüllü idi o uşaqlar. Yəni onlar silaha salınmaq üçün ordumuz yox idi 90-cı ildə. Yeganə rəsmi qurum milis idi. Ona görə silaha saldılar və döyüşdülər. Umudluya gedirdi Yağdərənin. Orada biz ordu yaranandan sonra 91-ci ildə orada polis qarşılayırdı bizi. Kərkicahana gedirdik, polis qarşılayırdı bizi. Meşəliyə gedirdik, polis qarşılayırdı bizi. Yəni, hamıdan öndə polis döyüşü. Ondan sonra ordu yarandı, ordumuz gücləndi və 44 günlük müharibədə gördünüz ki, ordumuz hansı həddə, yəni hansı səviyyəyə gəldi, çatdı. Mən bir statistikanı burada səsləndirmək istəyirəm. İndi bu birinci, ikinci müharibə deyilir, indi bu deyilir deyənə deyirəm. Azərbaycan polisi birinci Qarabağ müharibəsində 466 polis əməkdaşı şəhid olub, 682 daxili qoşun əskər və zabiti şəhid olubdur. 67 polis əməkdaşı göstərdiyi xidmətlərə görə Azərbaycanın milli qəhrəmanı adına layiq görülür. 4 polis əməkdaşı Vətən müharibəsi qəhrəmanı adına layiq görülübdür. Polat Həşimovun yoldaşına biz Ofeliya xanıma söz vermək istəyirik. Ofeliya xanım, buyurun. Təşəkkür edirəm. Düzdür, mənə əvvəlcədən bildirilməmişdi çıxış veriləcəyi. Təşəkkür edirəm bir daha. Hər kəsi salamlayıram. Buradan baxanda doğrudan da həmrəy bir səhnə görürəm. Müxtəlif sahələrin insanları,
həm gələcəyin polislərini görürəm, Müdafiə Nazirliyinin zabitlərini görürəm, şəhid ailələrini görürəm, dövlət rəsmilərini. Biz bu həmrəyliyi doğrudan da 44 günlük Vətən müharibəsində göstərdik. Və bilmirəm, hardan başlayım, hardan danışım. Çox təsirləndim filmə baxıb həqiqətən. Və filmə baxdıqca düşündüm ki, bu böyük bir xalqın, böyük bir həmrəyliyin nəticəsi idi bu qələbə. Nə yaxşı ki, biz bugün bir şəhidimizi də yenidən tanıdıq. Bu film sayəsində, bəlkə də biz Məzahir haqqında heç nə bilmirdik, amma film sayəsində tanıdıq. Mən təşəkkür edirəm sizə bu filmi çəkdiyinizə görə və əlbəttə ki, davamlı olmalıdır. Mən bütün şəhid ailələrinə səbir diləyirəm. Bizim səbirli olmaqdan başqa çarəmiz yoxdur, amma eyni zamanda qürurluyuq, fəxr eləyirik. Hər gün biraz daha mən fəxr eləyirəm, açığı deyim. Hər gün biraz daha düşündükcə, işin içinə girdikcə, hadisələri müşahidə elədikcə və yaxud da analiz elədikcə hər gün biraz daha öz xalqımızla, vətənimizlə, millətimizlə, dövlətimizlə fəxr eləyirəm, qürur duyuram həqiqətən də. Ağrımız çoxdur, böyükdür, qəlbimizdədir. İnanın ki, hər gün biraz daha dərinləşir. İndi evladım da mənimlə bərabərdir. Mən bilirəm ki, o nə hisslər keçirdi bugün. Amma eyni zamanda həqiqətən biraz daha qürur duyuruq. Çünki bir dövlətə sahib olmaq, bir bayrağa sahib olmaq, bir himnə sahib olmaq, həmrəy olmaq, bir olmaq, sərhədləri tam olmaq, ərazi bütövlüyünə sahib olmaq, suveren bir dövlət olmaq həqiqətən böyük bir xoşbəxtlikdir. Bizim 30 ildə apardığımız mübarizə də elə buna görə idi. İndi suverenlik, həqiqətən torpaqlarımız azaddır. İndi biz başımız dikdir, alnımız açıqdır. Biz özümüzlə qürur duyuruq, fəxr eləyirik. Çox danışmaq istəmirəm, yenə deyirəm. Əvvəlcədən desəydiniz bəlkə nəyisə hazırlayardım, amma həqiqətən də çox xoş oldu bugün sizinlə birlikdə olmaq. Qoy həmişə doğrudan qələbədən danışaq, zəfərdən danışaq, zəfər günləri qeyd edək, amma şəhidlərimizi unutmayaq. Çəkilişlər çox olsun, kitablar çox yazılsın. Mənim bu 6 ildə oxuduğum biraz bədii ədəbiyyatı kənara qoymuşam, ancaq oxuduğum şəhidlər haqqında kitablardır. Çünki ədəbiyyatın ən gözəli olardı, qəhrəmanlığın ən gözəl nümunəsi olardı. Daha çox bizə tanıdın. Çox təşəkkür eləyirəm. Çox sağ olun. Nizami Kino Mərkəzinin rəhbərliyinə təşəkkürümüzü bildiririk. Bütün döyüşçülər adından, filmin yaradıcı heyətinin adından, Mədəniyyət Nazirliyinə minnətdarlığımızı bildiririk. Bu zalı bizə təmənnasız olaraq verdilər. 500 nəfərlik zaldır, 700-ə yaxın adam gəldi. Ayaq üstə qalan hər bir kəsdən üzr istəyirik, bağışlayın. Biz bilmirdik ki, yəni Facebookda, sosial şəbəkədə yayılıb, həddindən artıq çox insan gəlmişdi. Narahat olduq, amma bu da xoşdur. Eyni zamanda bu filmin burada keçirilməsi üçün bizə göstərdiyi dəstəkdir. Ümumiyyətlə, bütün bu bizim təşkilat işlə bizə dəstək göstərdən bir qardaşımız da burada əyləşib, Namazov Vaqifdir. Vaqif qardaşımızı da salamlayağın, alqışlayağın. Çox sağ ol, Vaqif. Bugün burada prezidentimizin Alfa mühafizə qrupunun rəhbəri, Azərbaycan bayrağı ordenli polkovnik Hikmət Ağayev də iştirak edir. Hikmət müəllim də salamlayırıq. Mən qeyd elədim, digər o təşkilatçılar burada iştirak edildilər. Yəni, onlara da təşəkkür elədik. Muğanlı cəmaatı adından mən istərdim Xəqani müəllim bir kəlmə gəlsin, sözünü desin. Bugün mənim üçün 92-ci il 25 fevral 26-sından keçən gecəni, faciəli gecəni yaşamış bir polis zabiti kimi çox çətindir. Ağır bir tarixi devirdə, milli ordumuzun formalaşmadığı bir zamanda Qarabağımızın bütün kəndin, qəsəməsin, rayonlarını Azərbaycan milisi, xalqının, millətinin yaşadığı ərazilərdə təhlükəsizliyini təmin edirdi. Xocalı polisinin polis nəfəri, qəhrəman övladımız Məzahir Əbilov, Xocalı sakinlərinin azadlığı uğrunda öz canını qurban verdi. Polis nəfəri
Məzahir tək özünü yox, bütün Azərbaycan polisini təmsil edirdi. O, bu qəhrəmanlığı ilə, şücaəti ilə bütün xalqına, millətinə bəyan etdi. Ey xalqım, mənim simamda görün Azərbaycan polisi. Və bilin, agah olun, Azərbaycan polisi ictimai sabitliyi qorumaqla bərabər hər dəqiqə xalqının azadlığı naminə şəhidlər zirvəsinə qədər ucalmağa qadir olan bir polisdir. Mən kəndim, elim, obam və şəhid Məzahir qardaşımızın bacıları adından bugünkü gündə Məzahirin qəhrəmanlıq şücaətinə həsr olunmuş bu filmi çəkib ərşə gətirən bütün o heyətə kəndim, elim, obam adından minnətdarımı bildirirəm. Roman Yaşar qardaşımıza, daim şəhid ailələrinin, əlil qazilərin yanında olan Rey Kərimoğlu'na, Avrasiya Media şəbəkəsinə və bugünkü gündə bizə bu şəraiti yaradıb, gözəl bir mərkəz olan Nizami Mərkəzinin, Kino Mərkəzinin rəhbər heyətinə minnətdarımı bildirirəm. Daxili İşlər Nazirimiz Vilayət Eyvazov cənablarına və Daxili İşlər Nazirliyinin böyük burada iştirak edən və obyektiv səbəbdən iştirak edə bilməyən bütün Daxili İşlər Nazirliyinin şəxsiyyətinə öz minnətdarımı bildirirəm. Məzahirin bacıları, unutmayın, bilin və agah olun. Məzahir yaşayır. Məzahir daim yaşayacaq və yüzlərlə, minlərlə o şahid balaları yaşayacaq. Onlar bu xalqın, millətin qəlbində yaşayacaqlar. Onlar haqqında dastanlar yazılacaq. Onlar haqqında filmlər çəkiləcək. Onlar daim tarixdə yaşayacaqlar. Onları yaşadan bizim dövlətimiz, dövlətçiliyimiz olacaq. 3 əsrdir. Bir gün Təbriz, Göysə Zəngəzur, İrəvan Borçalı, Dəmirqapı Dərbəndə qədər təcavüzə məruz qalan Azərbaycan xalqı şimaldan rusizm, cənubdan farsizmin təcavüzünün əhatəsində idi. Heç bir dövlət başçısı cəsarət edib Azərbaycanın azadlığı uğrunda danışmağa belə cürət etmirdi. Dünyanı idarə etmək qabiliyyətinə malik olan ulu öndərimizin apardığı daxili və xarici siyasətin davamçısı, sərkərdəmiz, Ali Baş Komutanımız, Prezidentimiz İlham Heydaroğlu Əliyevin formalaşdırdığı müzəffər ordu sayəsində 44 günlük müharibə sayəsində Qarabağımız azad oldu. Qarabağımız azadsan, Azərbaycan öz suverenliyini, müstəqilliyini bərpa etdi. Azərbaycanın suverenliyi, müstəqilliyi daimidir, əbədidir. Yaşasın Azərbaycan, yaşasın onun müzəffər ordusu, yaşasın bu dövləti, dövlətçiliyi dəstəkləyən Azərbaycan xalqı. Şəhidimizin bacısı bu işdə bizə yaxından kömək eləyən həm də elə Mehriban xanım bu filmin prodüsörüdür. Söz veririk ona. Buyurun Mehriban xanım. Hörmətli iştirakçılar, bugün Məzahir işığına yığışmışıq. Hər birinizi burada görmək mənə çox xoşdur. Hər birinizi alqışlayıram, hər birinizə təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların yadigarı olan qazilərimizə can sağlığı versin. Allah xalqımızı bütün bəlalardan qorusun. Şəhid adı çox ucadır, çox müqəddəsdir. Ancaq bir itkin şəhid olmaq çox çətindir.
Yəni o itkin şəhidin bacısı, anası olmaq çox ağrılıdır, çox acılıdır. Mən bu günlərim çox qürurluyam. Çox fəxr edirəm qardaşımla, Məzahirlə. Amma o qürurun içində böyük bir acı var. Mən Məzahir haqqında çox danışaram, amma bu günlərim bu filmin ərsəyə gəlməsində danışıldı. Yəni mən buradan Production'ın rəhbəri Umut müəllimə ailəmiz adından təşəkkür edirəm və onun yaradıcı heyətinə öz təşəkkürümü edirəm. Və Məzahirin döyüş yolunda bu filmdə danışan bütün döyüş yoldaşlarına öz minnətdarlığımı bildirirəm. Və həqiqətən də itkin şəhid çox ağrılıdır. Yəni onun nə məzarı var, nə ziyarət olunacaq bir yeri var. Çox acılıdır. Onlar ancaq mələklər onları ziyarət edir. Mən bu günlərin bir söz deyəcəm, bilmirəm, bəlkə də kimsə məni necə qəbul edir. Mən çox istəyərdim, yəni biz nümunələr də götürülüb bizdən, yəni o qalıqlarda tapılan analizləri çox həsrətlə gözləyirik. Bunu demək bir bacı üçün çox ağrılıdır, çox acıdır. Amma inanın, mən həmin günü çox sevinclə gözləyirəm ki, mən Məzahirin məzarını ziyarət edəcək bir yer tapacam. Çünki anam 33 il bala həsrəti ilə onun bir qanadı olsun, qolu da demirdi, bir qanadı olsun, mən onu görüm gedim. Düzdür, anam indi bəlkə də onların ruhu orada qovuşdu, amma biz bacıların hələ də gözü yoldadır. Bir daha hər birinizə çox sağ ol deyirəm. Bu günlərin bu izdihamı gördükcə mən özümü Məzahirsiz yox, artıq qürurlu bir bacının belə arxalı, dayaqlı qardaşların olduğunu gördüm. Bir daha minnətdaram hər birinizə. Əziz dostlar, bilirsiniz ki, bizim jurnalistlərdən Vüsalə Məmmədova var. O Xocalı soyqırımına məruz qalmış insanlarla, əsirlərlə görüşüb, bir neçə kitab yazıbdır. Onun o müsahibələri də var idi. Oxuyurdu, insan dəhşətə gəlirdi. Mən Xocalı soyqırımı şahidi olmuşam. Ağdam istiqamətli o cəmaatın Qaraqayanın azad olunması, Azərbaycanın qəhrəman oğulları, Qasır Məmmədin batalyonu, Firid Asimin batalyonu, Allahverdi Bağırovun batalyonu, polis alayı və digərləri ehtiyatlı olan qüvvələri həmin gün səhər saat 5 radələrində Qaraqayanı ermənidən azad eləməsəydi, Xocalıdan çətin ki, o kimsə sağ çıxardı. Həmən o hadisələrin şahidi olmuşam. Amma yadınıza gəlirsə, Vüsalə Məmmədovanın o kitabında, xatirələrində, o danışılan adamların müsahibələrində o itkinlər, biri demişdi ki, biz heç vaxt gecə qapını bağlamırıq. Anası deyir ki, itkinin. Mən deyir, hər gecə hamı yatandan sonra deyir, gedirəm həyat qapısını da, ev qapısını açıq qoyuram ki, bəlkə oğlum qayıtdı. Ağır məsələdir, itkinlərimizin, Allah bütün itkinlərimizin tapılması xəbərini eşidək, o günü nəsib eləsin. Bu günləri burada bizi siyasi partiya rəhbərləri də bizi tək qoymadılar. Ağ Partiyanın rəhbəri bizim Tural Abbaslı burada iştirak eləyir. Ana Torpaq Partiyasının sədri Akif Nağı burada iştirak eləyir. Hamısını salamlayırıq, alqışlayırıq. Əziz dostlar, bu qədər. Var olun ki, gəldiniz. Allah sizdən razı olsun. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin.